Python proqram fraqmentinin nəticəsini tapın. Deməli, nə iş görür? Bu F yenə 1, 2, 3 siyahımız var. Təbii ki, qalxıb yuxarı qoyanda A1 olacaq bu. A1 olacaq bu. A2 də olacaq bu. Deyək ki, len A1 fərqlidirmi len A2-dən? Xeyr. Çünki burada da 3 dənə element var. Burada da 3 dənə element var. Bir-birinə bərabərdir. Fərqli deyil. Ona görə burayla bir işimiz yoxdur. Düşürük fora. Düzdür? Fora düşdük. For i in range len A1. Buraya 3 qoyuram. Dövrüm 3 dəfə işləyəcək. Deyir ki, A1-də i-ninci, yəni i-nin birinci qiyməti təbii ki, nədir? 0, 1, 2. I-nin birinci qiyməti nədir? 0-dır, düzdür? A1-də 0-cı. Bax, yəni bu 1. Fərqlidirmi A2-də 0-cıda? Yəni deyir A2-də i-nincidən də 0, 1, 2, 0, 1, 2. Hə. Görürsünüz ki, 1, 2, 3 onsuz da bu elementlər. Burada da 1, 2, 3-dür. Təbii ki, nədir? Fərqli deyil də 1 1-ə bərabərdir. A-da da i-ninci, A1-də də i-ninci, yəni 0-cı 1-dir. A2-də də i-ninci, yəni 0-cı 1-dir. Bir-birdən fərqlidirmi? Xeyr. Yəni ki, biz bu false-a düşmürük. Deməli, ümumiyyətcə belə götürəndə burada heç bir vaxt false-a düşmədiyimizə görə ən axırda deməli düşüb nəyi qaytaracağıq? True-nu, yəni B variantını qaytarmış olacaq.